4000'e satıram, hiçbir problemi yoktur. Araba patlar! Qaraba 10 manata transfer olacağım. Yaşasın Qaraba. Bestida Künon'un adı Eşref tek değil, kara geceler üzerime titrendi. Taraz oksuyun. Pulsuz və limitsiz süni intellekt videolar hazırlamaq istəyirsən, onda diqqətlə bax. Bəli, ilk öncə telefonumuzda Google Play Store-a daxil olub Grok AI adlı süni intellekti endirmək lazımdır. Bəli, gördüyünüz kimi Grok AI yazaraq həmin AI-ın proqramını tapdım mən burada. Bunu kompüterdən də yükləyə bilərsiniz. Sadə şəkildə yüklə düyməsinə basırsınız. Proqram sizin üçün yüklənir və birbaşa proqrama daxil olursunuz və o açılır bizim üçün. Birincisində sizdən hesab istəyəcək. Adi Google, Facebook və yaxud da telefon nömrənizlə falan rahat bir şəkildə qeydiyyat aça bilərsiniz. Çətin bir şey yoxdur burada və hesabı açdıqdan sonra avtomatik olaraq sizinlə söhbətləşməyə başlayacaq. Yəni chat ekranı gələcək, sizdən bir şey yazmanızı falan istəyəcək. Baxın, sizdə burada video falan hazırlamaq istəyirsinizsə, sağ üst tərəfdə olan image bölümü olmalıdır. Yəni o bölüm bəzilərində olmur, amma olacaq sizdə əgər ilk dəfə yükləyirsinizsə. Onu gördüyünüzsə elə həmin düymənin üstünə klik edəcəksiniz və görəcəksiniz ki, burada qısa videolar var. Yəni başqasının düzəltdiyi keyfiyyətli videolar bura əlavə edib süni intellekt özü. Biz buradan gəlirik. Baxın, ən üstdə bizim öz qalerimizdə olan videolar, şəkillər falan görünür. Burada sağ tərəfdə C-al deyə bir şey yazılır. Yəni bütün şəkillər deməkdir. Bunun üstünə klik edirik və ümumiyyətlə bizim bütün qalerimiz burada görünməyə başlayır. Qalerimizdə olan hər şey burada görünür. İndi mən nümunə olaraq bir dənə öz şəklimi çəkib götürəcəm. Necə hazırlamaq olar onu göstərəcəm. Diqqətlə baxın bura. Bəli, buradan gördüyünüz kimi özümün bir şəklimi götürdüm və şəklin üstünə klik edən kimi o saat AI başlayır bizim üçün şəkli videoya çevirməyə. Baxın, altda gördüyünüz kimi saniyə sayır, faiz falan görünür. Bu AI-ın özünün düzəltmək istədiyi videodur, amma biz özümüz üçün video düzəltmək istəyiriksə, səsli bir şey hazırlamaq istəyiriksə, avtomatik olaraq alta yazmalıyıq. Baxın, mənim videomu avtomatik hazırladı özü və mən burada bir şey deyib daha sonra da gülürəm o dediyim şeyə. İndi bu belə qalsın, səsini falan bunun bağlayaq. Baxın, altda gördüyünüz kimi yazma yerinin üstünə klik etdim və bura bir şey yazırsınız. Misal üçün baxın, ekranda şəkil görünür də mənim şəklim. Oraya yazırsınız ki, şəxs və yaxud da adam, daha sonra 2 nöqtə qoyursunuz. Nə demək istədiyini istəyirsinizsə onu qeyd edirsiniz. Misal üçün adam siqaret çəkir, adam mahnı oxuyur, belə şeylər yazaraq qarşıdakı şəxsə bir şey elətdirə bilərsiniz və yaxud da nə isə dedizdirmək istəsəz yaza bilərsiniz. Baxın, gördüyünüz kimi bura prompt olaraq adam çıx işarəsi qoydum, siqaret çəkərək deyir yazdım, ziyandır siz çəkməyin. Yəni dırnaq içərisində bunu yazdım və göndərirəm. Baxın, yenidən avtomatik video yaratmağa başlayır və sağ alt tərəfdə də 1% olaraq görünür. Faiz oradan gedir və sürətli şəkildə də bunu yaradır. V3 falan və yaxud da digər süni intellektlər 5-6 dəqiqə vaxtımızı alarkən bu 1 dəqiqə heç belə almır. Düzdür, mənim telefonumda biraz zəifdir. Kompüterdə daha sürətli olurdu bu və yaxud da planşetdə falan daha sürətli olur. Baxın, gördüyünüz kimi yaratdı. Baxın, özünüz də gördüyünüz kimi çox sadə və sürətli şəkildə bizim videomuzu yaratdı. Yəni rahat bir şeydir, qəliz bir şey yoxdur burada. İstəsəz alta yazdığınız bu promptu ChatGPT-yə və yaxud da Gemini-yə daha səliqəli və yaxşı yazdıra bilərsiniz. Çünki bəzən səsdə gecikmə olur, bəzən heç yazdığınız sözü demir, bəzən hərəkətlə söz bir-birinə uyğun gəlmir. Bunu digər süni intellektlər vasitəsilə özünüz edə bilərsiniz. Əsas odur ki, prompt alt tərəfə yerləşdirilir və əlavə olaraq da baxın, yükləmək, başqası ilə paylaşmaq istəyirsinizsə, endir işarəsi burada var. Baxın, endirmə düyməsinə basan kimi bizim üçün bunu endirir və telefonumuzun idarə etmə mərkəzində bildiriş panelində bunu görürük ki, telefonumuzun yaddaşına düşdü. İstəsəz buradan paylaş işarəsinə vurub başqaları ilə paylaşa bilərsiniz bu videonu. Yəni burada çətin bir şey yoxdur. Sadəcə 1-2 dənə məlumat verim ki, bu formada videolar düzəltmək bizim üçün limitsiz sayılır. Limitsiz deməyimdə də məqsəd odur ki, 40 və ya 50-yə yaxın video düzəldə bilərsiniz. Bəlkə daha çoxdur. Çünki mən nə qədər elədim, limitimi doldura bilmədim. Səbəbi də odur ki, limiti genişdir. Yəni digərlər kimi 2 və ya 3 limit vermir burada sizə. Hətta belə onu qeyd edim ki, digər süni intellektlər bizdən nə qədərsə pul alır və bunun qarşılığında bizə bu AI-ı verir bizə. Yəni bu formada bu elə deyil. Bu tamamilə pulsuzdur və limiti də çox yüksək səviyyədədir. Səbəbi isə odur ki, Elon Musk-a aid bir süni intellektdir. Ona görə də bu formadadır. Bunu nəzərinizdə saxlayın ki, heç bir tərəfdən pul güdmür. Və dostlar, əlavə olaraq Grokun sizə müəyyən faydalı funksiyalarını göstərim. Bunları da bilin ki, çünki çox faydalıdır həqiqətən də. Digər süni intellektlərdən bəlkə bu funksiyaları gördükdən sonra əl çəkəcəksiniz. Gəlib elə bütün işinizi Grok AI-dan görəcəksiniz. Bu hissəni də diqqətlə izləməyinizi tövsiyə edirəm. Baxın, elə Grok AI-ın yazışma ekranı, yəni chat ekranına buradan qayıdıram və biz buradan Grokdan hər şeyi öyrənə bilərik. Misal üçün son xəbərlər və son məlumatlar haqqında mən misal üçün bu axtarış çubuğuna yazsam ki, son
xəbərlər haqqında mənə məlumat ver. Elə avtomatik olaraq Azərbaycanda bu dəqiqəki tarixi deyirəmsə 21 noyabrda olmuş nələr varsa hamısını tam şəkildə deyəcək. Səbəbi odur ki, yəni yenə deyirəm bu süni intellekt Elon Musk'a aiddir və Elon Musk'ın da əlində böyük bir platforma var. Bu platform isə X platformasıdır, yəni köhnə adı ilə Twitter platformasıdır. Oradan aldığı xəbər məlumatlarını, yığdığı məlumatları Grokda bizimlə bölüşə də bilir. Yəni qanuni şəkildə bütün məlumatları verir. Öyrənirsiniz ki, son xəbərlərdə nə var idi, Azərbaycanın gündəmində nələr var, hamısını öyrənirsiniz. Gəlin bir sınama edək, görək nə göstərir. Baxın, gördüyünüz kimi son xəbərlər, amma qısa özət yaz qeyd elədim buradan və bunu göndərirəm. O saat başlayır bunu bizim üçün yazmağa. Baxın, burada hansı saytlardan götürdüyünü də qeyd edir. Hətta belə baxın, son xəbərlər qısa özət 21 noyabr 2025 olaraq qeyd edir. COP 30 konfransı falan deyir. Daha sonra Azərbaycanda digər məsələlər haqqında məlumat verir. ABŞ-da filan şey filan olub onu deyir. İranda, yəni hər cürə şey var. İndi burada qısa dedim deyə biraz qısa yazdı. Qısa sözünü yazmasaydım uzun bir məqalə yazacaqdı. Bütün xəbərlər burada qeyd olunacaq. Özünüz bunu ya oxuya bilərsiniz, ya səsləndirə bilərsiniz. Yəni çox işə yarayan şeydir. Xəbərlərə bir də gedib televizordan açıb baxmaqdansa buradan da edə bilərsiniz. Yəni yaxşıdır. Bundan əlavə başqa yaxşı funksiyaları da var. Gəlin onları da öyrənək. Baxın dostlar, elə sürətli şəkildə ekranda göstərirəm. Grok AI-ın super funksiyalarından biri odur ki, şəkil hazırlaya bilir və bu hazırladığı şəkillər 1-2 saniyə içində hazır olur. Bir də digər süni intellektlər kimi bir 5 dəqiqə, 7 dəqiqə kimi gözləməyimizə ehtiyac yoxdur. Baxın, şəkil hazırla ay şəkli olaraq qeyd etmişəm. Baxın, belə bir şəkil hazırlayıb. Aşağıda insanlar var, üstdə də bir dolunay var. Digər şəkil də bu formadadır. Aya isyan eləyirlər, nə hayırla bilmirəm. Yenə də əsas odur ki, ön planda ay görünür. İndi mən promptu çox qısa yazmışam. Promptu geniş səliqəli yazsaz hazırlaya bilər. Misal üçün ən maraqlı bir şey yazsam, diqqətlə baxın, yazacağam ki, Azərbaycan bayrağı hazırla. Görək düz hazırlayacaq yoxsa səhv edəcək bizim bayrağımızı. Baxın, Azərbaycan bayrağı hazırla, şəkil kimi qeyd etdim və o saat göndərirəm. Görək düz biləcək Azərbaycan bayrağını yoxsa saçacaq və ya səhvə yol verəcək və yaxud da ümumiyyətlə düzəltməyəcək. Buna baxaq görək nə düzəldir. Bəli, gördüyünüz kimi Azərbaycan bayrağını hazırladı və COP 30 olaraq da qeyd olunub. Yəni az öncə son xəbərləri soruşdum axı mən bundan. Oradan çəkilmiş deyəsən şəkilləri götürdü və yaxud da nə isə elədi. Axı əsas odur ki, şəkil hazırladı. Məncə orada çəkilmiş şəkillər deyil bunlar. Bunları bu dəqiqə içində özü hazırladı, amma çox qəşəng düzəldib şəxsən. Deməli bizim ölkəmizi və bizim bayrağımızı Grok AI-da tanıyır. Bunu təsdiqləmiş olduq. Yəni şəkil düzəltmə funksiyası da bu formada, bu da həmçinin digər funksiyalarında olduğu kimi çox sürətli və çox effektiv şəkildə işləyir. Digər bəlkə süni intellektləri buraxıb bu funksiyasına görə buna keçəcəksiniz. Çünki həm sürətli, həm səmimi, həm də keyfiyyətli iş çıxarır. Gəlin indi bir funksiyası da var, onu da göstərim. Bu funksiyasında isə kod yazma və mətin yazma funksiyasıdır. Eynən baxın, az öncə mən sizə qeyd etdim ki, burada son xəbərlər haqqında məlumat verir bizə. Bəli, son xəbərlər haqqında məlumat verdiyi kimi yaxşı kodlaşma edə bilir və yaxşı mətin yazma funksiyası var. Mətin yazmaq deyərkən bir şey nəzərdə tuturam ki, misal üçün siz bir nağıl hazırlamasını istəmisiniz, onu səliqəli və səmimi şəkildə yazır. Kod deyərkən də nəyi nəzərdə tuturam? Misal üçün hər hansı bir oyun yaratmaq istəyirsiniz, hər hansı bir fitness proqram falan yaradırsınız. Orada köməklik göstərir və tam dəqiq bir kod yazır. Gəlin indi bir mətin yazmasını istəyək, görək nə yazacaq. Baxın, yazdım ki, Grok AI haqqında Azərbaycan dilində video çəkəcəm. Qısa və səmimi mətin yaz. Mənim üçün, yəni hamısı burada görünür. Daha sonra göndərirəm, görək nə cür bir şey yazacaq. Yəni bunu da nəzərinizdə saxlayın ki, video falan çəkmək istəyirsə bu AI çox işinizə yarayacaq ki, birincisi çox səmimidir, digərləri kimi belə əsl robot kimi hərəkət eləmir. Bu əsl insan kimi hərəkət edir. Əlavə də görək nə cür yazacaq. Baxın, qeyd etdi. Salam dostlar, mən sənin adın qeyd edib, yəni mənim adım. Tutaq ki, mən Natiq. Bu gün sizə Grok AI-dan danışacağam. X AI şirkətinin yaratdığı ən yeni və ən maraqlı süni intellektdən. Yəni baxın, ətraflı şəkildə yazıb, çox səmimidir. Hətta belə baxın, ürək Azərbaycan bayrağı işarəsi, üstdə də bir Azərbaycan bayrağı falan qeyd edib. Yəni bu AI-ın, yəni süni intellektin səmimi olduğunu bildirir. Bizim dilimizdə necə danışmaq lazımdır və bizimlə necə ünsiyyət yaratmaq lazımdır, hamısını bilir mənasına gəlir. Çox gözəl funksiyadır şəxsən bu. Bu özəlliyini də işlətməyinizi tövsiyə edirəm. Əlavə olaraq da bu videonu çəkə-çəkə bir şey öyrəndim ki, bu Grok AI-dan biz video fikri də tapa bilərik. Misal üçün mən özüm texnologiyaya aid YouTube videoları çəkmirəm. Bunu Grok AI-dan soruşacağam, mənə deyəcək və həm son xəbərlərə uyğun, həm də trend olan video mövzularını mənə verəcək. Misal üçün deyirəm ki, mən bu gün video çəkməliyəm və ağlımda heç bir video fikri yoxdur. Qalmışam girinc vəziyyətdə ki, ayda görəsən mən nə videosu çəkim. Gəlib bu Grok AI-dan soruşuram ki, dostum, həm Azərbaycanın gündəminə uyğun, həm də texnologiyaya uyğun mənim üçün son xəbərləri tap və mənə video fikirləri ver. O saat məlumatlar verəcək. Hətta
hətta belə burada göstərim. Az öncə mən bunu etmişəm. Baxın, gördüyünüz kimi video fikirləri burada var. Texnologiyada son xəbərlər haqqında qeyd edib bir sürü məlumatlar var burada. Hətta belə ən üstdə Google VO 3.1 haqqında məlumat da verib burada ki, mənə deyir ki, yəni onu da çəkə bilərsən burada. Yəni blogerliklə məşğulsunuzsa bu AI həqiqətən də çox işinizə yarayacaq. Mənim fikrimcə bomba kimi funksiyalar var bunun içində. Hələ burada mənim göstərmədiyim başqa funksiyalar da var. Özünüz yaxşıca eşələyərsiniz və məlumat alarsınız. Bildiklərinizi həm kommentlərə yazarsınız. Digər bilməyən istifadəçilər bilər. Həm də ki, mən burada məlumat almış olaram. Bəli dostlar, Grok AI haqqında sizə verəcəyim məlumatlar bunlar idi. Əsas burada video düzəltmə funksiyasını göstərmək istədim ki, həm limitsiz, həm də keyfiyyətli, həm də sürətli şəkildə bizim üçün videolar hazırlayır. Həm də bundan əlavə Grok haqqında digər məlumatları da vermək istədim. Ekranda bu dəqiqə gördüyünüz kimi Grokun mənə söyməsi haqqında bir video var. Onu da istəsəz izləyə bilərsiniz. Kanalımızda bunun kimi faydalı videolar var. Aşağıdan kanalımıza abunə olub videomuza like atıb bildiriş zəngini aktiv edə bilərsiniz. Sağ olun, salamat qalın.